Bismillahirrahmanirrahim. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve alihi. Bu dünyada hamıya, ahiretin günü ise yalnız ve yalnız iman sahiplerine merhamet göstereceği Allah Teala'nın adıyla başlayıram. Allah'ın salam ve rəhməti olsun, alemlere rəhmət olarak gönderilmiş əziz Peyğəmbərimizə və onun pak əhl-i beytinə, müqəddəs imamlarımıza, hansılar ki Allah Teala onları bütün çirkinliklərdən uzaq etmiş və tərtəmiz, pakizə qərar vermişdir. Allahın salam və rəhməti olsun zamanəmizin imamı, Allahın hüccəti, yer üzündəki nuru və dəlili, ağamız və Mevlamız İmam Zaman əleyhisselama. Allahümme salli ala Muhammed. Allahın salam və rəhməti olsun siz əziz, dəyərli qardaşlarımıza, böyüklərimizə, əzizlərimizə. Hamımızın cümə gününüz mübarək olsun inşallah. Və Pərverdigar-ı aləm ibadət və itaətlərimizi Allahın hüccəti, zamanənin imamı Həzrəti İmam Hüccət əleyhisselamın ibadət və itaətinə xatir qəbul etsin inşallah. Bu mübarək aylarda, bu mübarək günlərdə Allah'tan istəyirik ki, inşallah xətalarımızı, təqsirlərimizi bağışlasın və bizləri inşallah yəqin əhlindən, bizləri bəsirət əhlindən qərar versin inşallah. İmam Səccad əleyhisselamın bir mübarək duasında Həzrət bu cür dua edir. Allahümme inni es'aluke bi keremik en temunne aleyye min ataik bima tegirru bihi eyni. Allahım, səndən istəyirəm ki, öz kərəminə xatir mənə elə bir nemətlər bəxş edəsən ki, ta gözlərim aydınlaşsın. Yəni, çətinliklər çəkməyim, yəni sıxıntılar çəkməyim. Pərverdigara, sənin rəhmət və lütfün genişdir. وَمِنْ رَجَائِكَ بِمَا تَتْمَئِنُّ بِهِ نَفْسِي. Mənə elə bir ümid nəsib etkinən ki, xatircəmliyim olsun. İnsanın xatircəmliyi olmayanda, insanın stresi olanda, narahatçılığı olanda, ümidi olmayanda insan rahatlıq tapa bilmir. Deyir, ilahi, mənə ümid vergilən, mənə ümid nəsib et. وَمِنَ الْيَقِينِ بِهَا تُحَوِّنْ بِهِ عَلَى مُصِيبَاتِ الدُّنْيَا. Mənə elə bir yəqin verginən ki, bu yəqinlə dünyanın çətinlikləri mənə asan görsənsün. Mənim yəqinim olsun. وَتَجْلُو بِهِ عَنْ بَصِيرَةِ غَشَوَاتِ الْعَمَى. Və mənə elə bir yəqin verginən, elə bir bəsirət verginən ki, gözümün önündən azğınlıq pərdələri çəkilmiş olsun. Allah'tan əta istəyir, hədiyyə istəyir, yəni nemətlərindən istəyir, kərəminə xatir, ümid istəyir, ümidsiz olmayayım, ümidsizliyə qapılmayayım, yəqin istəyir, Allah'a yəqinlik, Allah'ın rəhmətinə yəqinlik istəyir və bəsirət istəyir. Yəqinlik və bəsirət, bugün bu barədə söhbət açacaq. İmam Muhammed Baqir əleyhissalam buyurub ki, insanların arasında ən az bölünən şey yəqindir. Çoxlu insanın dini var, əqidəsi var, imanı var, elmi var, helmi var, səxavəti var, ruzisi var. Amma insanların içərisində ən az olan yəqindir. Yəqin, yəni həmin o tam arxayınlıq və
zərrə qədər şəkkin və şübhənin olmaması. İmam Sadiq əleyhissalam bir mübarək hədisdə buyurur ki, bütün peyğəmbərlər bir-birindən ardıcıl olaraq üç şeyi irs aparıblar. Yəni bu peyğəmbərdən o peyğəmbərə, o peyğəmbərdən o biri peyğəmbərə irs keçib. Onlardan da biri yəqindir. Allaha yəqinlik, varlığa yəqinlik, axirətə yəqinlik, Allahın qəza və qədərinə yəqinlik, hər işlərin, bütün nemətlərin sahibinin Allah olduğuna yəqinlik, Allah istəməsə heç bir bəla, Allah izin verməsə heç bir bəla insana toxuna bilməz. Bütün işlərin asanlığı Allahın əlindədir. Allah qərar verməsə olmaz. Allahın lütfüne yəqinlik. Bu yəqinlik hər adamda yoxdur. Hətta sıravi möminlərdə də belə yəqinlik çox azdır. O vaxt ki, Həzrəti Musa və öz əshabı ilə birlikdə Fironla üz-üzə gəldi, Musanın ətrafında cəmi 30 nəfər adam var idi, hansı ki, gərək dəryanı keçəydilər. Gəldilər, yaxınlaşdılar suya, dənizə, arxadan da Fironun qoşunu gəlir. Qabaqda dəniz, arxada da onları qovalayan Fironun qoşunu. Quran onların dilindən nəql edir ki, İnna ləmudrakun. Onlar gəlib bizi yaxalayacaqlar. Daha bizim qaçış yerimiz yoxdur. Qabaq dəniz, hara gedəcəyik? Amma Həzrəti Musa, ulul əzm peyğəmbər, əla nəbiyyina və aleyh və aleyhissalam, Həzrəti Musa aleyhissalam bir kəlmə işlədir, Quran nəql edir. Nə deyir? Deyir, kəlla, əsla ümidsizliyə qapılmayın. Qabaqda dərya, arxada Fironun qoşunu. Mən sən də olsaq düşünərik ki, daha çıxış yolu yoxdur. Amma görün Həzrəti Musa nə deyir? Deyir, kəlla, əsla və əsla ümidsizliyə qapılmayın. İnnə məiyyə Rabbi səyəhdini. Bizim Allahımız var. Allah bizə kömək olacaqdır. Allah bizə hidayət edəcəkdir. Həmin anda vəhy gəldi ki, ya Musa, əsanı vur dəryaya, dərya yarılacaq. Həmin o dəryanın yarılması nəyin əsəridir? Həmin o yəqinin, Allaha yəqinliyin, Allahın lütfüne, qüdrətinə, izzətinə olan yəqinliyin nəticəsidir. Musa ulul əzm peyğəmbərdir. Sıravi möminlərdə olar bu yəqinlik. Bəli, xas adamlarda var. Allah hamımıza nəsib eləsin inşallah. Allah hamımızı bu mərtəbəyə çatdırsın. İnşallah Nəcəfə Əmirül Möminin Əli əleyhissalamın ziyarətinə getsəz, Həzrətin hərəm-i şərəfində bizim böyük alimlərimizdən biri mərhum Seyyid Bəhrül Ulum dəfn olunur. Çox əzəmətli bir alim olub. Kəramət əhli olan bir alim olub. Möcüzə əhli olan bir alim olub. Bunda bir şəkk və şübhə də yoxdur. Çünki hədis-i qudsidə deyildiyi kimi, mən də sən mənim sözümə bax, səni özüm kimi qərar verərəm. Sən də bir şeyə ol desən, olar. Allah bir şeyə ol deyəndə olur. Bəndə əgər Allaha tam təslimiyyət mərtəbəsinə gəlib çıxarsa, həmin o yəqin mərtəbəsinə gəlib çıxanda, o da ol dediyi şeyə olar. Seyyid Bəhrül Ulum köçür, gedirlər Məkkəyə. Neçə nəfərlə bir yerdə gedirlər Məkkəyə. Üstündə də pulu, parası var imiş. Məkkədə 3 il qalır. Və mərhum Seyyid özü də çox səxavət əhli olub. Hər ehtiyaclı onun qapısına gəlsəydi, bir ehtiyaclı insan görsəydi, heç əlini sıxmazdı. Daim əli cibində idi, paylayardı, verərdi. Qoymazdı ki, bir adam çətin bir vəziyyətdə qalsın.
Bunun xidmətçilərindən biri deyir ki, Seyyid, sən bu pulların hamısını belə payladın. Biz də uzun müddətdir burada yaşayırıq. İndi sabah birisi gün biz qayıtmalıyıq. Kərbalaya qayıdacağıq, Nəcəfə qayıdacağıq. Öz ev vətənimizə qayıdacağıq. Bəs nətər olacaq? Nə ilə qayıdacağıq? Seyid görür ki, bu xidmətçisi, yanındakı adam narahatdır. Bir kağız çıxardır. Deyir ki, al bu kağızı. Get filan bazara, orada bir şəxs var, bir dükkan var, mağaza var. Bunu verginin həmin o dükkan sahibinə, o müəyyən işlər görəcək. Bu xidmətçi götürür, kağızı gedir. Tapır həmin o dükkanı, oxuyan kimi bir torba qızıl, gümüş, o vaxt qızıl, gümüş, dirhəm, dinar pul çıxardır, verir buna. Deyir, apar, ver Seyyidə. Bu şəxs təəccüb eləyir. Deyir, aman Allah, bu kimdir belə? Mənim heç vaxt görmədiyim bu qədər pulu bir kağızla verdi Seyyidə. Nəsə gətirir, verir, amma bütün gecəni qəlbində şəkk ilə yatır, şübhə ilə yatır. İlahi, bu adam kimdir, nəçidir? Səhər deyir ki, gedim onun dalıyca, görüm kimdir o, nəçidir, bir araşdırım. Nətər adamdır bu? Bir kağıza bu qədər pul verdi. Gedir bazara, baxır, görür ki, əcəb, aman Allah, nə dükkan var yerində, dünən var idi. Nə dükkan var, nə dükkan sahibi var. Oradan buradan soruşur, bir şey tapa bilmir, qayıdır evə. Mərhum Seyyid soruşur ki, Seyyid Bəhrululum, deyir, filan edir, bəli, deyir, hara getmişdin? Deyir, ağa, bir işim vardı, getmişdim işimin dalıca. Deyir, yox, sən işin dalıca getməmişdin. Sənin şəkkin var idi, şübhən var idi. Ki, əcəba, bu nə cür işdir bu? Sən gecəni də şəkkinlə yatmısan. Amma sən elə bilirsən ki, biz sahibsizik. Bizim sahibimiz yoxdur. Bizim sahibimiz var. Biz əgər Allaha layiqli bəndəçilik etsək, Allah bizi saxlamaz boş. Allah bizi darda saxlamaz. Allah öz höccətini yetirər ki, bizim halımıza o yetişə bilsin. Yəqin, bax, bu cür önəmli bir şeydir. Allah hamımızı inşallah yəqin əhlindən qərar versin, aqibətimizi xeyr eləsin inşallah. Biz Əhl-i Beyt məktəbinin ardıcılları, şiələrin Ağam və Mevlam İmam Zaman əleyhisselamın zuhuruna yəqinimiz vardır. Yəni, cəm olaraq bizim də bəzi şeylərə yəqinimiz var. Birincisi, Həzrətin zuhuruna olan yəqinimizdir. Allahın sonuncu höccəti, hansı ki Peyğəmbər sallallahu aleyhi və aleyh buyurub ki, yer üzündə həyatın bitməsinə bir gün qalsa belə, Allah o mübarək vücudun zuhurunu həyata keçirəcək və o zülmlə dolmuş olan yer kürəsini ədalətlə dolduracaqdır. İbn Xaldun əhl-i sünnə alimlərindəndir. Peyğəmbər sallallahu aleyhi və aleyhdən 35-ə qədər hədis nəql edib Ağa İmam Zaman əleyhissalam barəsində. Əmirül Müminin, xanım Zəhra, bütün imamlarımız xəbər veriblər Həzrətin mübarək zuhurunu. Və bizim yəqinimiz vardır ki, bu zuhur gerçəkləşəcəkdir. Nə qədər onun əleyhinə çalışsalar da belə, bax, bu dəqiqədə dünyada çalışırlar Həzrətin əleyhinə. Hətta filmlər çəkiblər. Hələ 20-ci əsrdə filmlər çəkiblər. Həmin o filmlərdə ən, belə deyək, zalim obrazda çıxış edən şəxsin adını, obrazın, daha doğrusu adı Mehdi Əba Salehdir. Təsəvvür edirsiniz? Yəni, bir nömrəli zalim
kimdirsə həmin o filmdə, onun o obrazın adı Mehdi Əba Salihdir. Həzrəti İmam Zaman əleyhissalam adı Mehdi, künyəsi nədir? Deyir, ya Əba Salih, ədrikni. Yəni, hətta filmlərdə belə cavan nəslin beyninə yer etmək istəyirlər ki, həmin o Mehdi ya Əba Salih, o əslində çox zalim bir adamdır, nəuzubillah, əstəizubillah. Yəni, bu dərəcədə çalışıblar zalimlər, amma xeyri yoxdur. Bizim yəqinimiz var ki, Allah yer üzünün varislərini məhz iman əhli, təqva əhli və salihləri qərar vermişdir. Nədir bu yəqinimizin əsası təşkil edən? Yəqinimizin əsasını 3 şey təşkil edir. Birincisi Allah bizləndir. Allah haqq əhli iləndir. Allah haqq və ədalətin yanında olan insanlarlandır. Quranda ayə var, deyir, 3 nəfərsizsə 4-cüsü Allahdır. 4 nəfərsizsə 5-cisi Allahdır. Allah bizləndir. Allah bu kainatı yaradıb və bu kainatı öz başına buraxmaz. Allah bu kainatda yaşayan insanları bəli imtihan üçün xəlq edib. Daha doğrusu imtihan edir. Bu dünya imtihan dünyasıdır. İnsan özü yaxşılığı və pisliyi seçir. Lakin Allah haqq əhli iləndir, ədalət əhli iləndir, iman əhli iləndir. Mən kanə məəllah, kanəllahu məəh. Hər kəs Allahla olarsa, Allah da həmin şəxslə olar. Bu bir. Allah bizimlədir. Allah bu kainatın halından xəbərdardır. İkincisi, Allah bizi sevir. Allah öz bəndələrini sevir. Haqq və ədalət əhlin sevir. Bir vaxtlar Mədinədə yağış yağmırmış. Möhkəm susuzluq imiş. Su yox. Heyvanlar susuz filan. Camaat çıxır səhraya, istiğası namazı qılırlar, dua eləyirlər filan fəsməkan, amma nəsə olmur, yağış yağmır. Gəlirlər ağam və mövlam, 4-cü imamımız, İmam Zeynül Abidin, İmam Səccəd əleyhissalamın huzuruna, Yəmnə Rəsulillah, sən gəl istiğası namazı qılaq, Allaha dua eləyək ki, Allah yağış yağdır. Həzrət gəlir, əllərini qaldırır, dua eləyir. Nə cür dua eləyir? Deyir ki, Allahümmə inni əsəlükə bihubbikə li. İlahi, səni and verirəm, sənin mənə olan sevgivə. Sənin mənə olan sevgivə. Allah Həzrəti Peyğəmbəri, övliyalarını, övsiyalarını, əymi əthar imamlarımızı, salih bəndələri, dinində, əqidəsində, imanında, əxlaqında pak olan insanları neynir? Sevir. Bizim Allahın bu sevgisinə nəyi var? İnamımız vardır. Üçüncüsü, yağış yağdı. Yəni, Həzrətin bu mübarək duası ilə yağış başladı yağmağa. Üçüncüsü, Allah qadirdir. Allah qadirdir ki, bu kainatı, buradakı həyatı zülmlə başa çatdırmasın, ədalətlə başa çatdırsın. Burada sivilizasiya bitəcək, amma ədalətlə bitsin. Yer üzündə bir nəfər varlıq qalmasın ki, Allaha boyun əyməmiş olsun. Allah buna qadirdir ya yox? Qadirdir. Allah o Allahdır ki, Həzrəti İbrahimə odu Gülüstan elədi. Ya narukuni bərdən və səlamən əla İbrahim. Ey od, İbrahim üçün səlamətçilik və sərin olur. Allah buna qadirdir. Allah bizimlədirsə, Allah bizi sevirsə, Allah qadirdirsə, ola bilməz ki, kainatda sivilizasiya zülm və haqsızlıqla başa çatsın. Xeyr, Allah burada yer üzündə həyatı tamamilə iman, haqq və ədalətə çevirəcəkdir. Və yer üzünün varisləri də, rəhbərləri də məhz
Kimler olacaq? Peyğəmbər soyundan olan Həzrəti İmam Zaman əleyhissalam və onun salih ətrafı inşallah. Yəqin çox önəmlidir. Bax, bizim yəqinimiz var. O yəqin nümunələrindən biri Həzrəti Əliyə Əkbər salamullah aleyhin yəqinidir. Peyğəmbər balasıdır. Peyğəmbərə ən çox oxşayan bir şəxsdir. Kərbala yolunda İmam Hüseyn əleyhissalam yuxulamışdı. Birdən yuxudan ayıldı. Dedi, inna lillah və inna ileyhi raciun. Biz Allahdanıq, Allaha tərəf qayıdacağıq. Adətən bu kəlməni ölüm itim zad olanda bu ayəni oxuyurlar. Həzrət Əli Əkbər əleyhissalam soruşdu atadan ki, atacan, niyə istirca etdin? Limə istirca'ten? Niyə bu ayəni oxudun? Həzrət buyurdu ki, bir yuxu gördüm ki, həmin yuxuda deyilirdi ki, qovm gedir, ölüm də onlarla bərabər şəkildə gedir. Yəni biz gedirik, ölüm də bizlə bərabər. Əli Əkbər əleyhissalam sual verdi. Dedi, ya əbəta, əvələsnə aləl haqq? Atacan, biz məyər haqq yolda deyilik? Həzrət buyurdu, bəla, əlbəttə haqq yoldayıq. Əli Əkbər əleyhissalam dedi, əgər biz haqq yoldayıqsa, onda bizim üçün nə fərqi var? Biz ölümün üstünə getdik, ya ölüm bizi haqladı. Heç bir fərqi yoxdur. Əsas nədir? Əsas haqq olasan və haqq olduğuna nəyin ola? Yəqinin ola. Yəqin əhlindən olasan. Xanım Zeynəb salamullah aleyha İbn Ziyad Məl'unun baş kəsən, cəllad, dünyanın bir nömrəli zaliminin huzurunda ac, susuz, qardaşları şəhid, qardaş övladları şəhid dayanıb İbn Ziyadla üz-üzə onun üzünə deyir. Deyir, vallah la tumitu zikrana, la temhu zikrana, və la tumitu vahyana. And olsun Allaha, hər nə etsəz edin, bizim xatirəmizi insanların qəlbindən silə bilməzsiniz və vəhyimizi öldürə bilməzsiniz. And içir xanım Zeynəb salamullah aleyha. Vallah, and olsun Allaha, bunu edə bilməzsiniz. Yəni nə? Yəni xanım yəqin sahibidir, yəqin əhlidir. Allah bizi inşallah hamımızı yəqin əhlindən qərar versin inşallah. Bir yəqin, bir də bəsirət. İmam əleyhissalam buyurur ki, deyir, ilahi, mənə elə bir bəsirət verginən ki, həqiqəti həqiqət kimi görüm və gözümün önündə azğınlıq pərdələri olmasın. Həqiqəti olduğu kimi görə bilim. O qədər adam var ki, batili həqiqət kimi görür. Zəlaləti, azğınlığı həqiqət kimi görür. Xeyr, haqqı haqq kimi görmək çox önəmli şeydir. Ona deyirlər bəsirət. Bir var bəsər, yəni bu gözün görməyi. Bir var bəsirət, yəni qəlbin görməyi. Qəlbin haqqı görməyi. Biz həm Allahdan bəsər istəyirik, yəni Allah gözümüzə nur versin. Həm də bəsirət istəyirik. Qəlbimizə nur versin ki, biz haqqı haqq olaraq görə bilək. Bizim böyük alimlərimizdən biri nəql edir. Allah rəhmət eləsin. 10 il, 15 il bundan öncə dünyasını dəyişmişdi. O nəql edir. Deyir ki, 78 ya 79-cu ildə Misirdə bir konferansdayıq. Bütün İslami məzhəblərin, alimlərin yığıblar bir yerə. Konferansdır. Məqsəd vəhdət təşkil etməkdir, bir birlik təşkil etməkdir filan. Adı vəhdət konferansı olsa da, məni də deyir dəvət ediblər ora. Amma konferansın mövzusu ancaq Əhl-i-Beyt şiələridir. Kim tribunaya çıxış edir, başlayır şiələr belə kafirdir, şiələr qəbri nə bilim ibadət eləyəndir, şiə Allaha şərik qoşur, nəuzubillah, estəizubillah. Boş, mənasız, heç bir dəlili, heç bir mədrəki olmayan sözlər. Şiələr Qur'anı başlayırlar təvil etməyə, yəni təfsir etməyə. Şiələr
Quranın zahirini olduğu şəkildə qəbul etmirlər, yozurlar. Mövzu bundan ibarətdir. Baxmayaraq ki, konferans vəhdət üçün təşkil olunub, amma şiələri vurmaqla məşğuldular. Deyir, mənə söz gəlib çatanda, deyir, dedim ki, yaxşı, siz hamınız maşallah iman əhli filan fəsməkan belə. Bəs bu kafiri bura niyə çağırmısınız? O vaxt deyir, Səudiyyənin bir müftisi vardı, İbn Baz. O da gözdən kordur. Deyir, dedim ki, bəs bu kafiri bura niyə çağırmısınız? Mənim üstümə deyir, çığırdılar ki, nə danışırsan? O Səudiyyənin müftisidir. O ən önəmli şəxslərdən biridir. Sən ona nə cür kafir deyirsən? Deyir, dedim ki, Quranda məyər Allah buyurmur ki, hər kəs dünyada kör olarsa, o mən kana fid dünya a'ma fəhuvə fil axirəti a'ma və əzəllu səbila. Hər kəs bu dünyada kördürsə, o axirətdə də kördür və daha çox azğındır. Dedim, bu dünyada kördür. Deməli, bu axirətdə də kördür və azğındır, kafirdir. Siz bunu niyə bura çağırmısınız? Dedilər ki, axı, Quranda bu ayədə məqsəd kör, yəni qəlbin körlüğü, nəinki gözünün körlüğü. Deyir, mən də dedim ki, şiələr də elə bunu deyirlər də. Şiələr deyirsiniz, şiələr Quranı təfsir edir, yozur. Biz bu tip ayələri yozuruq ki, məsələn, bu ayədən məqsəd budur. Yəni, kinayədir burada, nə bilim, istiarədir, filandır, fəşməkandır, məntiqin növlərindən. Biz demirik ki, neuzubillah, Quranın açıq bir ayəsini tamamilə dəyişdirib başqa bir mənaya yozuruq. Yəni, onunla deyir, sakit oldular, daha Əhl-i Beyt əleyhissalamın məzhəbinə dil uzatmağı deyir, dayandırdılar həmin vaxtda. Allah bizi inşallah bəsirət əhli qərar versin. O bəsirətli olanlardan biri, dünən bir videosu təsadüfən qabağıma çıxdı, çıxış edir. Deyir ki, əvvəl mən deyir, Əhl-i Beyt əleyhissalama, Əli əleyhissalamın vilayətində deyildi. Deyir, Peyğəmbər, amma sonradan fikirləşdim. Fikirləşdim ki, Peyğəmbərin sözləri, hansı ki, bütün həm sünni, həm şiə kitablarında nəql olunub. Peyğəmbər iki səbbabə barmağını qoşalaşdıraraq deyir ki, Əli Qur'anladır, Qur'an Əli iləndir. Bir var ki, insan bir əlinin iki barmağını qoşalaşdırar, bu barmaqlardan biri uzun olur, biri qısa olur. Elə deyə yox. Amma Peyğəmbər belə etməyib. Bir əlini, barmaqlarını birləşdirməyib. İki səbbabə barmağı bu dördüncü barmağa deyirlər. Yəni, aşağıdan başlayanda dördüncü barmağa. İki səbbabə barmağını birləşdirərək deyib ki, Əli haqq Qur'anladır, Qur'an Əli iləndir. Yəni, bunlar Qur'an və Əli bərabərdilər. Bərabərdilər. Deyir, mən sonradan fikirləşdim ki, yaxşı, Qur'an və Əli əgər bərabərdirsə, hər yerdə birdirsə, nə üçün Əli dördüncü olmalıdır? Onda belə çıxır ki, 4 dənə Qur'an da var ki, birinci Qur'an, ikinci Qur'an, üçüncü Qur'an və bir Qur'an da var, o Əli iləndir. Elə deyə yox. Onda nə olmalıdır? Əli əgər həmişə Qur'anladısa, düzdür, bəs biz Əlini niyə dördüncü qərar veririk? Məyər dördüncü Qur'an mı var ki, Əli də dördüncü olsun? Çünki baxıb görürük ki, tarixə Əli kimlərisə qəbul etməyib. Əli onun başına gətirilən işləri qəbul etməyib. Əli mübarizə aparıb. Doğru deyə yox. İndi hansı haqdır? Hansı haqdır? O şəxs haqdır ki, o Qur'anladır. Peyğəmbər kimin barəsində deyib ki, filan kəs Qur'anladır? Yalnız Əli əleyhissalam barəsində. Özü də bir əlin iki barmağını deyil, iki əlin səbbabə barmaqlarını birləşdirərək deyib, Əli haqlandır, haqq Əli iləndir. Əli Qur'anladır, Qur'an Əli iləndir. Əli əgər
Dördüncüsü de onda Kur'an bir gərək neçə dənə Kur'an ola. Həmin Kur'an biri də o Kur'andır ki, Əli ondandır. Belə ki deyil, Kur'anımız birdir. Əgər birdirsə, o həmin Kur'an əvvəl və sonuncudursa, demək Əli əvvəl və sonuncudur. Allah bizi Əli və Ovlad-ı Əlidən ayrı salmasın inşallah. Əli övladlarından ayrı salmasın. Allah bizi Muhammed Ali Muhammed'den ayrı salmasın inşallah. İbadet itaatlerimizi onlara xatir qəbul etsin. Akıbetimizi xeyr eləsin inşallah.